Bu ikinci dəfədir yanır evi. Səndən qabaq cəmaət Remont eləyin də bunu da, yağınız adını dəyişin də. Mən qorxdum dedim qızın da hacı kimsə düşüb qızı öldürür. Niyə qaçırsınız ki? Vətəndaş narazı. Deyir ki, biz dəfələrlə demişik, şikayət eləmişik. Paytaxtın mərkəzində 28 may küçəsində yerləşən El Pizza restoranında axşam saatlarında yanğın baş verib. Yanğının genişlənməsinin qarşısı alınıb. Hazırda tüstüləmə var və yanğın tamamilə söndürülüb. İkinci dəfədir yanır bu. İlk dəfə nədən baş vermişdi? Həminki yerdən. Demək, hər dəfə eyni yerdən yanğın baş verir. Mənim qızım indi gəlirdi işdən. Bir də gördüm qapını bir sındır. Mən qorxdum dedim qızın da hacı kimsə düşüb qızı öldürür. Deyib bina yanır çıxıb ayra. Tüstü basıb aləmi. Göz gözü görmür. Mən də düşdüm qorxudan bax. İndiyənə qədər əsirəm. Mən həmişə bunlara deyirdim. Tokla pis eləyim. Odunu gətirirlər taxta. Onu yandırırlar, onu ilə pişirirlər. Bura o qardaşım UNESCO düşmüş binadır. 100 ildən çox deyil, üstündə lövhə var. Toxunulmaz binadır. Bu qədər söz demişsiniz, amma eşidən olmayıb. Deyir, heç kim eşitmir. 3-4 il bundan qabağı buranı kimsə satdı. Bir nəfər gəldi, buranı aldı. Burada açdılar pizza. Bütün qonşular, 4-5 dənə qonşu dedi ki, burada olmaz, pizza pişirmək olmaz. Hər yana zəng elədi qardaşım, qurbanım sən. Ancaq heç bir ölçü götürmədi. İndi bura kömürü alırlar, doldururlar ora. Tüstü vurur, paltar asa bilmirik, iydən otura bilmirik. Soğan yiyib götürüb aləmi, pizza pişirirlər, su pişirirlər. Dəfələrlə dedi, bağlatdırın buranı. Heç kim ölçü götürmədi. Axırı bax yandı. Niyə qaçırsınız ki? Vətəndaş narazı. Deyir ki, biz dəfələrlə demişik, şikayət eləmişik. Bu obyektin sahibidir. Vətəndaşın şikayəti ilə bağlı sual verirəm, bax qaçır, gedir. Üzün tutub, gedir. Bu ikinci dəfədir yanır evi. Səndən qabaq cəmaət Remont eləyin də bunu da, yağınız adını dəyişin də. İndi canımızı qurtarmışıq da. İndi götürüb qəlbəyinə kameranı Yeter bəraət olasın o, qazanarsan. bəssin də. İkinci dəfədir elə yanır. Köhnə binadır bu ya qaqa. Deyirəm müdür anı, yüzə ikinci dəfə. Deyir ki, ikinci dəfədir yanğın baş verir və bir tədbir görmürlər. Tədbir görmüş havalandırma motoru da dəyişib, özü də dəyişib, izolyasiyası olunub, hamısı olub. Bu indi olanda hadisə birdən anidən olur. Bu dəfə nədən baş verdi? Eyni hadisə də, yəni qısa qapanma ola bilər, havada satdıra bilmir, çəkə bilmir, indi olub belə bir şey. Ki biz də canımızı qurtarıb indi çıxmışıq, amma bunun üstünə gəlib kimsə öz malının, mülkünü üstün tutanda təsir edir. Adamlar da canını düşünür də. Əlbəttə ki, canını düşünürsə, indi hal-hazırda o məndən salamatdır. Şükür Allaha deyəlim, heç səni batmayıb. Mən amma canım Amma salamat olmaya bilər də. olmaya bilər, mən də burada ölə bilərdim də ondan qabaq. Düzdürmü? Hadisənin yerində mənəm. Xanım deyir ki, biz dəfələrlə şikayət edirik ki, Şikayət olma bilər. İzolyasiya sistemi olub, bütün demoxodlar, perixodlar hamısı dəyişilib, təmiz təhvil almışıq biz. Götürdüyümüz də yəni qısa müddət deyil, uzun müddət deyil. Bizdən əvvəlki olan hadisələrə bizdən əvvəlkilər cavab verir.